Atam bu dünyada, o dünyanın cəhənnəm əzabını çəkib. 41-45'də faşistlərlə döyüşüb Kerçdə. Ateş kəsiləndə ya da sigaret fasiləsində Gülahlıda odun doğrayıb, axıra ot döküb. Üzünü xatırlamıram deyə, hərdən elə bilirəm, məni öləndən sonra əkib. Bir tikə çörəyin dərdindən gecə yatmayıb, gündüz yatmayıb. Tabutdan başqa heç yerdə ayaqların oxxayla uzatmayıb. Şəkli də qalmayıb, darıxanda köksümə sıxım. Bütün ömrü dincəlsəm də doymuram. Atamın yorğunluğu mənim canımdan çıxır. Möhtəşəm, çox möhtəşəm bir şeirdir və çox təsirli bir şeirdir həqiqətən.